Üçüncü məsələ isə hesabatların vaxtında verilməsidir. Vergi ödəyicisinin ən ümdə vəzifələrindən biridir ki, fəaliyyəti barəsində dövlət orqanlarına vaxtında hesabat, yəni bəyannamə versin, vergi bəyannamələri. Dördüncü məsələ isə vergini vaxtında ödəməkdir. Yəni vergiləri hesabladın, bəyannamələri vaxtında verdin, vergi borcu yarandı. Bunu isə cari ayın 15-nə qədər vergiləri mütləq ödəmək lazımdır. Yaranmış vergiləri dövlət büdcəsinə vaxtında ödəmədikdə həmin məbləğin üzərinə dəbbə, cərimə kimi məbləğlər gəlir, hesablanır. Bu isə əlavə pul itkisi deməkdir. Beşincisi isə vergi yoxlamalarıdır. İlk növbədə ondan tələb olunan sənədləri təqdim etməli, qanuna uyğun davranmalıdır. Həmçinin də öz hüquqlarını da unutmamalıdır. Bilməlidir ki, vergi ödəyicisinin hər nə qədər borcu, vəzifəsi, öhdəliyi varsa, bir o qədər də onun hüquqları vardır. Tələb etmək, iş materialları ilə tanış olmaq, şikayətlər vermək kimi vergi ödəyicisinin də həmin yoxlamalar zamanı hüquqları vardır. Bir sözlə, vergi ödəyicisi biznesini riskə atır, pul itirir, reputasiya itkisi yaşayır. Bu, gələcəkdə hüquqi problemlərlə üzləşməyə zəmin yaradır. Uğurlu biznes təkcə qazancı deyil, uğurlu biznes qanunla düzgün münasibət qura bilməkdir.